Ümumiyyətlə yaşayanların, var olanların hamısı əziyyət çəkir. Hamısı əziyyət çəkir. Birdən görsün ki, birinin üzündə təbəssüm var, heç əziyyət çəkməyi bilinmir, elə fikirləşmə əziyyət çəkmir. Bil ki, yaxşı adamdır ki, əziyyətin biruzə vermir, əziyyəti razılıqla qəbul edir. Biz birini görürük ki, məsələn, rahatdır, deyirik ki, xoş halına, bəxtəvər başına heç əziyyət çəkmir. Xeyr. Hər bir insan yaranıbsa, Allaha doğru gedir və əziyyətdədir. Birinin üzünü qəmli görmədiysə, birini qaşqabaqlı görmədiysə, elə bir nəticəyə gəlməyə ki, əziyyət çəkmir. Bu nəticəyə gələ ki, məndən yaxşı adamdır ki, əziyyətini biruzə vermir. Əziyyət çəkir, amma gülür, təbəssümlə qarşılayır əziyyəti.